Salam dəyərli izləyicilər, kanalımda xoş gördük. Bu günləri şəkərbura hazırlamışam. Şəkərburamızın tərkibində nə maya yoxdur, nə də süd yoxdur. Odur ki, hazırlama qaydasını sizlərlə bölüşmək istədim. Keçək hazırlama qaydasına. Bizim burada yarım kiloqram unumuz var. 200 qram yağla unu umac hazırlayıram. Yağımız soyuducudan çıxıb, yəni buzluqdan çıxsa da problem deyil, süzgəcdən keçirdə bilərsiniz. Yəni bizə lazımdır burada əsas unumuz umac olsun. Daha sonra ayrı bir qabda 180 qram xama, üzərinə 2 ədəd yumurtanın sarısı, 1 çay qaşığı şəkər tozu, bir də qaşığın ucunda çox az duz istifadə edirəm, qarışdırıb əlavə edirəm. Umacın üzərindən xəmiri yoğururam. Əziz xanımlar, xəmiri çox yoğurmaq lazımdır ki, xəmir hamar alınsın. Mən burada xəmiri yoğururam. İkinci dəfə təzədən mən yoğuranda burada çəkilişdə düşməyib, amma sizə belə başa salım ki, bəzi xanımlar sual verir ki, xəmir niyə çürük kimi olur? Bax, xəmiri yoğururuq. Yoğurduqdan sonra xəmiri ümumiyyətlə çox yoğurmaq lazımdır. Yoğurandan sonra bax, bu cür yəqin xanımlar bu cür çürük kimi deyir, buna çürük deyirlər. Yəni bu xəmiri çox yoğurmaq lazımdır ki, bu haldan çıxsın. Mən bunu saxlayıram hardasa 15 dəqiqə soyuducuda və yenidən çıxardıb yenidən belə çəngələyirəm, yumruqlayıram. Bu çəkilişdə düşməyib, çox üzrlü sayın. Onda xəmir çox gözəl belə hamar xəmir alınır. İsliyimiz var burada 250 qram şəkər, 250 qram fındıq ləpəsi, 200 qram şəkər tozu, 1 çay qaşığı da hil. Yəni hilini biraz mən əslində bol eləyirəm həmişə. İndi burada 1 çay qaşığı deyirəm. Əslində yarım kiloqram fındıq ləpəsinə 1 çay qaşığı qatırlar. O az olur. Hilini bol eləmək lazımdır. Yəni şəkərburanın dadı onun hilinin ətrindədir. Mən belə deyərdim. Şəkərburadır, paxlavadır, badamburadır. Bax, ikinci dəfə xəmiri yoğurdum. Görürsünüz burada necə gözəl hamar xəmir alınıb. Yəni çürük kimi deyil. 43 qramdan da burada kündələri tuturam. Bizim deməli yarım kilo unumuzdan 22 dənə şəkərbura alındı. Kündəliyirəm yenidən və biraz üzərini salafandan örtüb yenə də gözləyirəm. Xəmirimizdə maya yoxdur deyə heç bir qorxusu yoxdur. Yəni uzun müddətli soyuducuda da qala bilər. Yəni işimizi rahat görə bilərik tələsmədən. Ki tərkibində maya yoxdur ki, fikirləşək ki, xəmiri şişəcək, acıyacaq, bulku kimi olacaq, yox. Kündəliyəndən də sonra qoyuram salafanda vidamızı özünə gəlir. Kündəliyəndə də yenə diqqət edin ki, kündənin üst tərəfi hamar olsun. Alt tərəfindəki kündənin birləşən yerləri var. Onlar şəkərburanın yayanda yuxanın iç tərəfində qalsın, içlik tərəfdəki şəkərburalar səliqəli alınsın. Biraz gözlədim, bir 5-10 dəqiqə kündəyə düşdü və yayıram. Baxın, bu kündənin göstərdim burada. Alt tərəfində elə bil ki, birləşən yerləri var, xət kimi. Çalışmaq lazımdır ki, o xət şəkərburanın iç tərəfində qalsın. Üst tərəfi hamar olsun. Yayıram xəmiri üst-üstdən, deməli, yenə də salafanda saxlayıram hissə-hissə. Bu formada, qalınlığı da bu formada. Hamısını yaydıqdan sonra içliyi yığıram burada. Əziz xanımlar, mən burada indi içliyi yığım göstərim. Daha sonra sizə məlumat verəcəm şəkərburanın haqqında. Deməli, içliyi yığıram. Kənarlarını heç islatmıram da. Xəmirim qəşəng yumuşaq xəmir alınıb. Çox yumuşaq yox, yəni çox möhkəm xəmir alınmayıb xəmir məndə. İçliyi bir dolu, təpələmə dolu xörək qaşığı. Burada xörək qaşığımız biraz dərin xörək qaşığındandır. İçliyi yığıram bu qaydada. Yenə də açdığım yuxaların, kündələrin içliklərini yığıram, şəkərburanı. Bax, bu qaydada qoyuram süfrənin üstünə. Yəni, aşıtmıram şəkərburanı. Bir neçəsini belə içliyini yığandan sonra kənarlarını bükürəm. Yenə saxlayıb üzlərinə bəzək vuracam. Dəyərli xanımlar, mən kanalımda, YouTube kanalımda şəkərburanın hazırlanmasını paylaşmışam. Deməli, orada həm qədimi şəkərburanın hazırlama qaydası var. Yəni, yağı əridib südlə xəmir eləmə şəkərburası. Həm dövmə xəmirdən, umaclı xəmirdən şəkərburanın hazırlama qaydası var. Yəni, maya ilə olan. Bu dəfəki şəkərburalarımızın tərkibində maya yoxdur. Yəni, bu da bir fərqli reseptdir.
İçliləri yığıb kənarları bükdüm. Bax gördünüz bir hissəsinin demək olar. Daha sonra kənarlarını bükürəm və yenidən şəkər buraları böyrü üstə qoyuram. Yəni aşırtmıram. Burada diqqət eləmək lazımdır. Şəkər buranı bükəndə, qıraqlarını bükəndə şəkər bura belə kirpi kimi böyrləri yığılıb içəri əyilməsin. Qaməti düz olsun şəkər buraların. Yəni ovcumuzun içində də baş barmağımızla tutanda da şəkər buranı, yəni əzib üstünü yaslatmaq olmaz. Çox yüngül şəkildə. Bu qaydada bükürəm və şəkərburanın formasını çalışaq ki, itirməyək. Əlimizlə də onun formasını düzgün saxlayaq ki, bu formada qaməti düz olsun, əyri-üyrü olmasın, kənarlarını bükəndə yenə deyirəm yığılmasın. Daha sonra şəkərburanı bəzəyirəm. Burada bizim makkaşımız 13 dişlidir. Amma yarısında 11 dişli ilə bəzəyəcəm. Burada mənim makkaşım 13 dişli, biraz ağır-ağır gedir. Nəsə mənə ağır, çətin gəlir. Də narahat eləyir. Rahat olmur mənim üçün. İndi o makkaşın özündən asılıdır. Məndə bu makkaş o formada çıxıb. Biraz ağır olur. Amma 11 dişli makkaşım var. Ondan daha rahat. Yəni yüngüldür, rahat sıxmaq olur şəkərburanın üzərini. Üstünü bəzəyim. Bəzəklərini vururam və əslində soyuducu da saxlayıram. Saxlamaq lazımdır. Xəmiri hazır eləyəndən sonra, üzünü bükəndən sonra soyuducu deyəndə sərin yerdə, yəni isti yerdə saxlamaq lazım deyil şəkərburanı. Tərkibində maya olmasa da, isti yerdə qalanda xəmir elə bil yağını buraxır da, tam belə çox yumşaq olur, yağını buraxır. Soyuq yerdə saxlamaq lazımdır, hazır eləyəndən də sonra. Bəzəyirəm üstünü və heç iynə ilə də deşik vurmuram şəkərburalara, yəni ehtiyac görmürəm. Yəni əslində biz gözümüzü açmışıq qədimidə evdə necə görmüşük şəkərburanı. Heç iynə şəkərburaya vurmayıblar. Düzdür, kanalımda o formada da paylaşmışam. Amma əslində mən demək olar şəkərburalara nə iynə vurmuram, nə də şəkərbura, paxlava, badamburanın xəmirinə vanil vurmuram. Əslində yəni vurulmalı deyil. Qədimidən necə bu şərq şirniyyatı hazırlanıbsa, bunların dadı, ətri hilindədir. Bunun hili gəlməlidir bu şirniyyatdan. Sonradan vanil qatırlar xəmirinə, o da zövqdən asılıdır. Düzdür, sobalar fərqlidir. Mən 140 dərəcədə sobanın alt gözündə bişirdim. Hazır oldu bu qaydada. İnşallah ki, bəyəndiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.